Salamlar, necəyik? Bilirəm ki, bu videom bir çoxları üçün incitici olacaq, amma incitici olsa da bir psixoloq kimi sənə həqiqətləri çatdırmaq borcumdur. Çoxunuz münasibətlərdə əslində kişi obrazı axtarmırsınız. Çoxunuz münasibətlərdə atanızı axtarırsınız. Məhz ona görə də bu yenilgiyə düşürsünüz. Gəlin kiçik bir video ilə bu başlıqla davam edək və siz özünüzü test eləyəsiniz. Əgər münasibətinizdə davamlı sevgi axtarırsınızsa, davamlı təsdiq axtarırsınızsa, davamlı dəyərli olmaq istəyirsinizsə, davamlı pul istəyirsinizsə, davamlı səyahət istəyirsinizsə, davamlı lüks markalar istəyirsinizsə, davamlı maddi mənəvi fərqi yoxdur, nə istəyirsinizsə, əslində uşaq versiyada ata obrazınızdan bu hissədə doymamısınız. Burada bu hissəni təkrar dinləyin. Qarşı tərəfdən nə istəyirəmsə, şüuraltı şəkildə ata obrazımdan doymamışam. Ona görə də bəlkə münasibətlərinizdə indi bilmirəm hansı səviyyədədir. Sonuna qədər dinləyin ki, yaxşı analiz eləyəsiniz. Başlıqdan dinləyib qaçıb getməyin, çünki təhlillər var. İndi bilmirəm münasibətinizin hansı aşamasındasınız və çoxunuz münasibət qurur. Ola bilər ki, evləndiyiniz bəy kasıb insandır, yəni sən görürsən ki, reallıqda güclə pul qazanır, əziyyətlə ailəsinə baxır və s. və gelirsiniz dırnaqarası Instagram koçlarının, psixoloqların qurbanı olub gəlib kişinin üstə düşürsünüz ki, mənə ev al, maşın al, pul ver, bunu elə, onu elə, amma reallıqdan qaçırsınız. Ümumiyyətlə, birinci növbədə, xüsusən bu səviyyəyə qədər gəlib çatmışsınızsa, çox təəssüf edirəm ki, siz müasir interneti və görülən reklamların əsirisiniz. Hansı ki, bu psixoloq və koçlar insanı özünə günahkar çıxartmaqla bir çox ailələrin dağılmasına gətirib çıxarır. Təbii ki, boşanmaq istəməyiniz, münasibətə son qoymağınız normaldır, amma bunu şüurlu, yetkin, sağlam şəkildə etməyiniz daha yaxşıdır. Xüsusilə də mən tövsiyə edirəm ki, belə bir planınız varsa, heç olmasa bir seans belə psixoloqdan konsultativ bir iş alın, terapevtik bir iş alın. Bunu ya mənlə edə bilərsiniz, ya digər mütəxəssisdən sizə xoş gələn birini. Ondan sonra bu etapa qədər gəlin çıxın. Çünki başqalarına görə, kimlərinəsə görə bu addımları atmayın. İndi gəlirəm ata obrazına. Çünki bu videonu ata obrazına həsr eləmişdim. İstəyirəm bu olsun. Yəni partnyorundan maddi mənəvi doymadığın şeylər əslində şuuraltı olaraq atandan almadığın şeylərdir. Birinci fərqindəlik budur. İkinci fərqindəlik təbii ki, sən sevgiyə də layiqsən, dəyərə də layiqsən, pula da layiqsən, lüksə da, sən həyatda hər şeyə layiqsən. Əgər layiqlik duyğunla bağlı problemin varsa, YouTube üzərindən dəyərsizlik workshopuna və yaxud da ki, dəyər duyğusuna baxa bilərsən. Məsələ nədir? Məsələ odur ki, sən bunları istəyirsən, tamam mı, partnyorundan? Amma partnyorun sənə uyğun bir insan deyilsə, sənə bunları verə biləcək gücdə olmayacaq. Partnyorun bunu, bu səviyyə, yəni bu gücdə, maddi və mənəvi gücdə olan bir insan deyilsə, səni bunu verə bilməyəcək və sən hər dəfə ondan nəsə istəməklə əslində gedib özünü, nə bilim, güya ki, dəyişməklə partnyorun dəyişəcək, bu yanlış bir sxemdir. Yəni, partnyorun necə dəyişə bilər? Ya partnyorun məsuliyyət götürüb bunu edə biləcəyinə dair öz iradəsi daxilində bir razılığa gələcək ki, dəyişsin, ya da ki, partnyorun sənin həyatından çıxıb gedəcək ki, başqa bir partnyor gəlib sənə bu boşluğunu doldura bilsin. Yəni, uzun sözün qısası, bir kişidən nə istəyirsinizsə, ilk öncə özümüzə verəcəyik. Dəyəri də, sevgini də, təsdiq hissini də və s. Maddi olaraq da gücümüz nə çatırsa özümüz eləyəcək ki, daxili boşluğumuz dolsun. Yəni, ata yarasına münasibətlərə girməyək, həqiqətən bütöv bir şəkildə girək. İkincisi, səninlə lazımdır mütləq şəkildə işləmək, uşaqlıq sxemlərinlə iş. Bu uşaqlıq sxemlərinlə dərin işlərdən sonra səninlə lazımdır papa terapiya, yəni ata terapiyası, ata travmaların işlənilməlidir, təhlil olunmalıdır ki, sən münasibətlərində artıq ata obrazı şuuraltı səviyyədə axtarsan, şuuraltı səviyyədə axtarmayasan. Daha sonra sən artıq üçüncü və yaxud da dördüncü idi, gerçəklik terapiyası deyilən bir şey var. Gerçəkliyə adaptə olub, gerçəklikləri görməlisən. Gerçək partnyorunu, gerçək yaşayışını, gerçək evini. Çoxunuza soruşuram, çoxunuz xəyal dünyasında yaşayırsınız. Amma reallığınızı qəbul etmirsiniz. Niyə? Baxın, pisi qəbul etmədən yaxşını yarada bilmərəm. Reallığımı qəbul etmədən istədiyim həyatı yarada bilmərəm. İllüziyalarda uçmaqla, yaşamaqla, bilməm, bəlkə də deyəcəksiniz, tənqidçi danışırsa, mənə bəzi elə gəl ki, tənqid edirəm, amma mən reallığı deyirəm. Fantaziyalarla yaşamaqla həyatda heç nəyiniz dəyişməyəcək, reallıq var.
Yəni ata yarasının bir nömrəli məsələsi sən qarşındakı insanın əslində sənə uyğun sənə uyğun olmadığını bildiyin partnyor olduğunu bilirsən, amma o partnyoru dəyişdirməyə çalışırsan, o partnyoru kontrol etməyə çalışırsan, o partnyordan maddi mənəvi nələrsə gözləyirsən, amma o partnyor vermir. Sən burada isteriya keçirirsən, panik atak keçirirsən, təşviş keçirirsən, özünü günahlandırırsan, özünə edirsən, amma bu qədər özünü yormaqdansa sadəcə ata travman üzərində işləsən, sən partnyorunla olan münasibətlərini şüurlu şəkildə düzəldəcəksən. Yəni partnyorunu artıq dəyişdirməyə çalışmayacaqsan, ona bu qədər öhdəlik verməyəcəksən, onun yerinə qərarlar verməyəcəksən, özünü dəyərsiz, yetərsiz, lazımsız hiss etməyəcəksən və şüurlu şəkildə qərar verəcəksən ki, bu insanla davam edirəmsə, qarşılıqlı necə şəkildə davam edək və yaxud da bu insanla davam etmirəmsə, şüurlu şəkildə necə ayrılıq. Yəni ata travmasının münasibətlərinə daşıdığını bu hissədən yoxlaya bilərsən. Təbii ki, mən bilirəm çoxunuz fərdi psixoloji terapiyalara başvurmursunuz. Bunun üçün mənim yaratmış olduğum psixoloji şəxsi inkişaf kanalım var. Bura qədər çatmısansa, səni təbrik edirəm, bu videoda qalmısa. Bu inkişaf kanalıma keçərək ata travmasında dərindən işləyə bilərsən. Tək ata yox, valideyn travmaları ilə iş, dərin uşaqlıq sxemləri ilə iş, emosiyalar, dəyərsizlik, yetərsizlik, sevgisizlik, günah duyğusu, qorxularla iş, manipulyasiyalarla iş, uğursuz münasibətlərdən çıxış strategiyaları ilə iş və münasibətdə toksik vasitəlikdən çıxış, yeni münasibət sxemlərini yaratmaq ki, belə bir aktiv kanalım var. Bu kanala da üzv olaraq dərindən işləyə bilərsən. Yəni münasibətə atanımı axtararaq yox, çünki uşaq beynimiz atanı axtararaq girir, yox, böyük versiyamızdan olduğumuz kimi həqiqətən münasibətə girmək, artıq şüurlu, yetkin, olğun, məsuliyyətli bir şəxs kimi girə bilək ki, sonradan biz itib, batıb, dırnaq arası psixoloqların, koçların qurbanı olmayaq. Sən dəyərli, yetərli, sevilirsən, bunu belə bil.